Salam, hər vaxtınız xeyir olsun. Sizdən qızlar xahiş edirəm, əvvəlcə videomu bəyənin və sona qədər mütləq izləyin. Makaronu ən dadlı halda necə hazırlaya bilərsiniz, bunu sizinlə paylaşacağım. Səhifəmə də dəstək olan hər kəsə çox təşəkkür edirəm. Keçək hazırlanma qaydasına. Göbələyi yumuşam, qabığını soyub üzərinə limon suyu sıxıram ki, göbələklər qaralmasın. Soğanı kərə yağında qızartdım, üzərinə döşətini əlavə edirəm. 5-10 dəqiqə bişirdikdən sonra duzunu, istiotunu vurub göbələyi də əlavə edib bişirirəm. Qapağı bağlı şəkildə bişirirəm. Tam bişdikdən sonra üzərinə qaymaq əlavə etdim. Mən bu qaymaqdan istifadə etdim, amma fərqi yoxdur. 200 qram qaymaq əlavə etdim. Hardasa 1 stəkan qaymaq əlavə edin və 2-3 dəqiqədə bişirib ocaqdan götürürəm. Suyu qaynatdım, üzərinə duz əlavə etdim və bir paçka makaronu əlavə edib adi qaydada bişirib süzürəm. Makaronlar artıq bişib, istədiyiniz makarondan istifadə edə bilərsiniz. Bişirdiyim, süzdüyüm makaronu, soba listini əlavə etdim. Borcamdan hazırlamışam. Bu borcamı deyim ki, mən illərdə istifadə edirəm. Üzərinə hazırladığım göbələkli qarışım əlavə edib və üzərinə daha sonra da bolluca pendir sobada 200 dərəcədə bişirdim. Üzerini çox qızartmadım. O zaman pendir qurulur. Belə daha gözəldir. Dadı da möhtəşəm oldu. Mütləq hazırlayın. Videonu dostlarınızla da paylaşmağı unutmayın. Hələlik.